məşhurluğun da bir bədəli var. Rəqsanə o bədəli ödədimi? Bax, bu neçə illərdə çox şeylər, çox bədəllər ödəmişəm, hələ də ödəyirəm. Qurtarmır, yəni bitmir. Məni qınayan insanlar çox peşman olacaq. Nə bilim, hərdən evdə yoldaşıma da, uşaqlara da söz verirəm ki, efirdə ağlamayacağam, amma mənim əlimdə deyil, yəni o qədər yığılıb qalan şeylər var ki, mənim... Təbii ki, deyir, ürək yanmasa gözdən yaş çıxmaz. Yəni, o mümkün deyil. Bəzən nələrisə televiziya qarşısında tamaşaçılar onu zəif görməsin deyə, rəqiblər onu zəif görməsin deyə güclü dayandı, güclü oldu. Mənə gəlir ki, bu əslində bir xarakterdir. Allah Teala hər birimiz bir xarakterini dünyaya gətirir və bir ömür yolu seçirik özümüz üçün. Kənardakılar üçün bu ömür yolu tam fərqli görsənə bilər, amma biz içimizdə bilirik nə çəkirik. Bəli. Mən hər zaman deyirəm ki, bəzilər bizə deyir ki, cəmaət nə deyər, kim nə deyər? Mən deyirəm ki, mənim nə hiss etdiyimi, Rəqsanənin nə hiss etdiyini və bizim mühakimə elədiyimiz insanın nə hiss etdiyini biz bilə bilmərik. Hər kəsin yaşadıqlarını özü bilir və Allah Teala sənə güc verib. Və bu güc də əbəs yerə deyil. Tanrının sənə bir, belə deyim, hökmüdür ki, Rəqsanə İsmailova güclü olsun. Bəlkə də. Nədən qorxursansa, inanın ki, o adamın başına gəlir.